Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğura adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Bugünkü qonağımız Era Dizayn şirkətinin təsisçisi, direktoru Şənay Abbasovadır. Xoş gəlmisiniz. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Biz də təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Şənay xanım, gəlin keçək suallarımıza. Bizim ənənəvi olaraq ilk sualımız Şənay Abbasova kimdir? Şənay Abbasova ilk öncə intellektual övladdır, anadır və sahibkar qadındır. Era Dizayn interyer memarlıq şirkətinin təsisçisiyəm. Lepka Art gips işlərindən ibarət butikin yaradıcısıyam və Milanda Fernando Rafael memarlıq şirkətinin təsisçisiyəm. Həmçinin Dubayda memarlıq şirkətinin rəhbəriyəm. Maşallah, bu qədər şirkətlər, bu qədər işi idarə edə bilmək, mən inanıram ki, bugün bizim maraqlı söhbətlərimiz olacaq və maarifləndirici söhbətlərimiz olacaq. Baxın, siz elə bir sahədəsiz ki, memar, yəni yaradan, gözəllik bəxş edən, insanların gözünü oxşayan. Bax, siz bu şirkəti necə qurdunuz? İlk öncə Era Dizayndan danışaq. O şirkət necə yarandı? Mən iş həyatıma ilk öncə dövlət qurumundan başlamışdım. Özüm iqtisadiyyatı bitirmişəm. Həyat yoldaşım fərdi memar olaraq fəaliyyət göstərirdi. İdeya ilk olaraq məndən gəlib. Mən həyat yoldaşımın işlərini onlayn platformada, Instagram şəbəkəsində yerləşdirdim və çox böyük tələbat gördüm. İnsanların diqqətini cəlb elədi. İnsanlar davamlı olaraq onlayn şəkildə yazmağa başladılar ki, biz sizinlə görüşmək istəyirik, ofisdə görüşmək istəyirik, sizə işimizə etibar eləmək istəyirik. Daha sonra mən qərara gəldim ki, ailə biznesi yaradaq və mən Era Dizayn şirkətini təsis elədim. Bu arada Era sözü mənim oğlanlarımın adlarıdır. Maşallah. Etibar və Raul Abbasovlar. Birləşdik və biz ailə biznesini təsis elədik. Daha sonra bu brendi inkişaf etdirdikdən sonra gips əl işlərindən ibarət Azərbaycanda, hətta deyərdim ki, dünyada ilk və tək gips əl işləri showroomunu dizayn elədik, təmir elədik və həddindən artıq insanların marağına səbəb oldu. O bizim həyatımızda Lepkart brendi uğur hekayəmizi daha da maraqlı elədi insanlara. Bir müddətdən sonra düşündük ki, Rafael bəy özü istədi ki, memarlığı İtalyan memarlığı ilə birləşdirsin və mən bu şirkətdə, bu işdə Rafael bəyin istedadına hər zaman çox güvənmişəm. Biz qərara gəldik ki, İtalyan memarlığını Azərbaycan memarlığı ilə birləşdirək və bir çox müəllimdən dərs aldı. O cümlədən Fernando Mascodan dərs aldı. Fernando Masco Rafael bəyi İlk tanıyandan istedadına çox böyük hörmət bəslədi və söylədi ki, mən səni davamçım olaraq görmək istəyirəm. Öz imzasını verdi Rafael bəyə və biz adları da birləşdirdik. Fernando Rafael brendini Milanda təsis elədik. Hazırda bizim Milanda fəaliyyətimiz var, ofisimiz var. İndi isə biz həmin brendi Birləşmiş Ərəb Əmirliklərinə gətirmişik. Hazırda orada da fəaliyyət göstərir. Artıq neçə ildir ki, siz bu sahədəsiz, yəni bu şirkətlər yaradılır? Şirkət olaraq 2016-cı ildən fəaliyyət göstəririk. Fernando Rafael şirkəti isə 2022-ci ildən fəaliyyət göstərir. Və qısa müddətdə bu qədər uğur qazanmaq çox maraqlı bir fikir söylədiniz ki, siz Milanda Fernando adını almağınız yoldaşınızla bağlı. Mən araşdırmışdım, daha doğrusu ki, məşhur markaların showroom dizaynlarını siz etmisiniz. Yəni yoldaşınız edib, Rafael bəy edib. Siz də bir xanım sahibkar olaraq, əlbəttə ki, sütun məncə sizsiz. Bax, o hansı markalardır, hansı markaları etmisiniz, necə əməkdaşlıq yarandı, kimdən təklif gəldi, yoxsa özünüzmü, özünüzə o deyilir, güvənərək, o istedadınızı göstərmək üçün markalara müraciət elədiniz ki, mən sizlə əməkdaşlıq eləyim. Necə oldu o? Bax, o yol necə getdi?
Fernando Masco 36 ildir İtaliyada fəaliyyət göstərir. Ən çox fəaliyyətinin əsas hissəsi brendlərin showroomlarıdır. Bəli. Və o bütün brend showroomlarını demək olar ki, əksəriyyətini tanınmış brendlərin showroomların dizayn eləyib və biz Fernando ilə birləşəndə bizim əsas hədəflərimizdən biri də o idi ki, dünyada statuslu brendlərin showroomunu Rafael bəy də dizayn eləsin və təklif bu şəkildə olub ki, Fernando, yəni onlarla birbaşa əlaqəyə keçib, Venesiyada olan yeni showroomların dizaynını sifariş olaraq qəbul edib, Rafael bəylə bərabər çalışıb və biz Fernando Rafael brendi olaraq onu təqdim eləmişik. Brendlər çox yüksək səviyyədə qəbul edib və hətta bu uğuru Forbes işıqlandırıb və Azərbaycanda da ilk memardır ki, Forbes işıqlandırıb onun uğur hekayəsini. Şənay xanım, siz bildiyim qədər İqtisadiyyat Nazirliyi tərəfindən uğurlu qadın mükafatı almısınız. Bax, o mükafatın məsuliyyəti, onun o fəxr hiss etmə duyğuları, neçə illərin əziyyəti və o mükafat, o hissinizi mənə zəhmət olmasa bizlərə daha doğrusu danışın. Ümumiyyətcə, hər bir işdə mükafat, stimuldur hər şeydən əvvəl və bu dövlət tərəfindən olması sahibkar üçün çox böyük uğur deməkdir. Mən harda oluruqsa olaq Azərbaycanı ən yüksək səviyyədə təbliğ etməyi özümə borc bilmişəm. Hətta biz Fernando Rafael olaraq İtaliyada fəaliyyət göstərsək də hər zaman Azərbaycanı beynəlxalq arenada təmsil eləmişik. O cümlədən Investopiya deyə bir beynəlxalq tədbir var. Biz orada rəsmi tərəfdaş seçilmişdik. Bütün monitorlarda Azərbaycan bayrağı dalğalananda mən həqiqətən çox duyğulanmışdım ki, mən bunun üçün çalışmışdım. Elə bu uğurdan qaynaqlanaraq dövlətimiz tərəfindən də qiymətləndirildi. Elə də asan deyil bu uğura gəlib çatmaq, amma çox böyük stimuldur. Danışırıq biz uğurlu tərəflərinizi, hər kəsin gördüyü, bildiyi, bəs o yola gedənə qədər, o uğura çatana qədər yəqin ki, əminəm hətta buna ki, çox böyük çətinlikləriniz olub. O an sizin körpə övladlarınız olub, uşaqları qoyub getmək xaricə, nə bilim, bir memar olaraq gecəsini gündüzə qatan bir memar həyat yoldaşı, siz də iş xanımı onun işlərini idarə edən. Bax, bu xaosu necə idarə elədiniz? Necə bir ola bildiniz? Yəni bu çox çətin bir şeydir ki, iki insan ailədə bir yerə baxa bilsin, bir fikri olsun və böyüsün. Bax, hansı çətinliklərdən keçmisiniz siz? Deyərdim, çox böyük çətinliklərdən keçmişik. Hər şeydən əvvəl həyatımın ən xoş anlarını işə sərf eləmişəm. Məsələn, mən övladlarımın böyüməsini çox da xatırlaya bilmirəm, çünki zaman sürətlə keçib hiss eləməmişəm. Gecə-gündüz demədən, istirahət demədən çalışmışıq. Birinci ilk şirkəti yaradanda həqiqətən həyatın balansını tuta bilmirdim. Çox böyük xaos var idi. Sonra mən beynəlxalq təlimlər aldım. Vaxtın idarə olunması təlimlərindən iştirak elədim və əsas seçimlər, həyatımız seçimlərdən ibarətdir. Seçimləri qarşıma qoydum və o seçimlərin demək olar əsas hissəsi iş idi. Maksimum dərəcədə aliyə diqqət göstərməyi özümə borc bildim, amma işə üstünlük verdim. Bu yolda da ən böyük çətinliyim elə ailəmizin ən xoş günlərində bəzən iştirak eləməmişəm. Yəni o həmçinin övladlarımın tərbiyəsi ilə birbaşa özüm məşğul olmamışam. Yəni biraz o peşmançılıq hissi verir. Rafael bəy çox şanslıdır. Çünki onun o yaradıcılıq hissini, onun bu bacarığını ön plana siz çıxartmısınız. Yəqin ki, yoldaşınız sizlə fəxr edir. Mən hər şeydən əvvəl Rafael bəyi birinci özüm üçün kəşf eləmişəm. Rafael bəy çox qeyri-adi istedadı olan bir memardır. Və əminəm ki, dünya Rafael bəyin istedadını kəşf edəcək. Mən özüm üçün kəşf etdikdən sonra bu istedadı istədim ki, bunu dünyaya yayaq, dünyaya çıxaraq. Ən çox bizə bu onlayn platformalar çox kömək elədi. Yəni biz bir tərəfdən də şanslı nəsilik ki, onlayn platforma var. Biz işləri ora yerləşdirdik. Dünyanın fərqli-fərqli ölkələrindən o təsdiqi aldıq, o istedadın təsdiqini aldıq və mən özümə yol seçdim ki, bu səsi dünyaya çatdıracağam. İnşallah addım-addım o nöqtəyə gedirik. Sizdə o enerjini, o istəyi, o potensialı görürəm həqiqətən. Baxın, o sıfırdan birinci başlayarkən hansısa bir evi dizayn elədi və siz o paylaşımları etdiniz.
Heç oldumu ki, desinlər ki, iş görmüsüz burada Azərbaycanda və desin, yox mən bunu bəyənmədim. O an hansı reaksiyaları verirsiniz? Yaradıcı insan üçün o çox ağır sözlərdir məncə. Bax o etapları necə keçmisiniz? Mən maksimum dərəcədə o enerjini deyək, o müştəri məmnuniyyətsizliyini heç vaxt istəməmişəm Rəfail bəy bilsin. Çünki o yaradıcı insandır və həqiqətən düz vurğuladınız ki, ona çox pis təsir eləyir. O hissələrdə özüm olmuşam. Bəli, maksimum müştərini razı salmaq üçün əlimizdən gələni eləmişik. Bilirsiniz, hər kəsin individual zövqü var. Məsələn, bir insan qara rəngi sevə bilər, biri isə ağ rəngi sevə bilər. Bu şəxsi fikirdir. Amma memar, yaradıcı insan evə yaraşanı tövsiyə eləyir. Elə insan var, onu düzgün qəbul edir. Elə insan istəyir ki, öz istədiyi olsun. Maneələrlə rastlaşmışıq, amma əsas burada yük mənim üzərimə düşüb. Maksimum dərəcədə müştəri məmnuniyyətini həyata keçirmək üçün əlimdən gələni eləmişəm. Siz 2016-cı ildə bu şirkəti qurmusunuz. O ərəfələrdə, o tarixlərdə dizaynerlərə müraciət çox az idi. Yəni ki, demək olar ki, hər kəs evini özü təmir eləyirdi. Amma bilmirəm gündəm nə dəyişdi, hansı tələbat oldu, yanlışlarmı çox oldu, bu qədər tələbat çoxaldı dizaynerlərə. Yəqin ki, bizim həmən dövrlərdə də müraciət edən və ki, məsələn, siz məsləhət görürsünüz ki, stilistika bu cür olsun, rənglər bu olsun, mebellər bu şəkildə olacaq. Bəzən müştəri düşünür ki, yox, bu 100% özü mənə belə dizayn verib ki, çox pul alsın, təmirdə daha çox pul xərclənsin. O an, yəqin ki, siz artıq müştərinizi tanıyırsınız. Heç olubmu ki, o müştəriyə demişsiniz ki, mən artıq səndən çalışmayacağam. Siz gedin başqa özünüzə uyğun, daha qiyməti uyğun bir dizayner tapın, memar tapın, onunla əməkdaşlıq edin. Belə bir müştəri olubmu sizin həyatınızda? Ümumiyyətcə biz şirkəti ilk yaradanda Rəfail bəy ilə bərabər qərar verdiyimiz an olub ki, lüks xidmət göstərək, lüks seqmentə xidmət göstərək. Çünki Rəfail bəyin ideyaları və intellekti yəni lüks kateqoriya xidmət göstərir. Biz də bu həm intellekt baxımından, yəni müştəriləri bəzən seçmişik. Düz vurğuladınız ki, bəzən elə müştəri olub ki, özümüz imtina eləmişik ki, artıq biz bundan çalışa bilmərik. Bizim həyata baxışımız eyni deyil, zövqümüz eyni deyil. Yəni bilirsiniz də, yəni belə bir deyim var. Deyir, saatı aparırsan, dəmirçi bir qiymət qoyur, antikaçı bir qiymət qoyur. Yəni Rəfail bəyə yüksək qiymət verən insanlarla çalışmışıq indiyə qədər. Özümüz seçim eləmişik, bəli. Nə gözəl. Baxın, uğurlu qadın iş xanımı olmaq, uğurlu, sevgi dolu həyat yoldaşı olmaq. Bax, sizi incidən o məqam bayaq da qeyd etdiniz və bunu mən bütün sahibkar xanımlardan eşitmişəm ki, mən uşağıma vaxt ayıra bilmədim. Mən uşağımın böyüməyini görə bilmədim. Bax, o anlar sizi geriyə çönəndə incidirmi? Övladınızdan heç üzr istədiyiniz an olub? Mənim olub. Mənim övladlarım özləri də çox intellektli və başa düşən övladlardır. Çox yəni şükürlər olsun ki, çox ağıllı övladlarımız var. Nəticələr olduğu üçün, yəni bugünkü gün peşmançılığı nəticə ilə əvəz eləyirəm. Yəni bugünkü gün olduğumuz nöqtəni, hədəfi get-gedə çatırıq deyə mən o peşmançılıqlara çox da belə geriyə çönüb dərin baxmıram. Və irəli, daim irəli. Çünki insan peşmançılığa baxsa uğurlardan yan keçə bilər. Onu düşünürəm. Bu ailənin memarı sizsiniz. Rəfail bəy bütün dünyada artıq tanınır demək olar ki. Amma siz ailənin məncə ən çətin iş ailə memarı olmaqdır. Öz övladlarınız da bu yolda getsin istərdinizmi? Bilirsiniz, bu memarlıq birbaşa Allah vergisidir deyərdim. Yəni elə sahələr var ki, o insanda o qabiliyyət ya var, ya yoxdur. O istedad ya var, ya yoxdur. Mən hələ ki övladlarımda o istedadı tam görə bilməmişəm, amma mən arzulayardım ki, atası kimi yaxşı bir memar olsunlar. İnşallah, inşallah bu böyüsün işləriniz. Biz də sizlə fəxr eləyirik. Bir Azərbaycanlı olaraq həqiqətən uğurlarınız bol olsun. Elə bir sahədəsiz ki, mən əminəm ki, orada Rəfail bəy hər kəsə çata bilməz. Zaten o çizimlərini edir və istiqamət verir digər yoldaşlara, yəni komandasına. Sizin komandanızda necə? Onları seçərkən nəyə diqqət edirsiniz daha çox? Ümumiyyətcə bizim şirkətin strukturu beynəlxalq struktura söykənir və mən komanda formalaşdırmışam. Bizim bu qədər işlərin arxasında çox böyük komanda var. İstər dövlət tərəfində gördüyümüz
fəaliyyət göstərdiyimiz işlərdə, istər şəxsi işlərdə böyük bir komanda idarə olunur. Yəni bu işləri böyük bir komanda idarə edir. Komandanı ilkin illərdə mən formalaşdırırdım. Təbii ki, ilkin addımlarda. Daha sonra gördüm bu birbaşa HR işidir, mütəxəssis işidir və cəlb elədik mütəxəssisləri, düzgün insanları. Onlar bizə düşünürəm ki, yaxşı komanda seçdilər və uzun illərdir ki, komandamız genişlənir. Yəni elə insan var ki, şirkət iş yaranan gündən bu günə qədər bizimlə bərabər çalışır. Sadəcə yeni kadrlar əlavə olunur, yeni nəfəs veririk. Həmişə komandanı çalışırıq ki, motivasiyada saxlayaq, stimul verək. Yəni bu şəkildə çalışırıq. Bəs rəqibləriniz? Hər bir sahədə olduğu kimi bizim sahədə də son dövrdə çox böyük rəqabət var və mən qeyd eləmək istəyirəm ki, Azərbaycan memarlığı, Azərbaycan dizaynı, interyeri çox yüksək səviyyədə inkişaf eləyir. Mən Birləşmiş Ərəb Əmirliklərində belə ki, dünyanın inkişaf nöqtəsi sayılır ora. Orada belə bizim istedadları axtarıram. Yəni o qədər bizim istedadlı insanlarımız var. Rəqabət təbii ki, olmalıdır. Rəqabətdən də stimul alıram. Məsələn, çox sevdiyim memarlar var. Onların işlərini daim izləyirəm. Elə Azərbaycanlı memarlardır. Biz Lepgard butikində birbaşa onlar bizim müştərilərimizdir. İnteryer dizaynerlər və memarlar. Onlarla bərabər dost əli verərək çalışırıq. Onların da fikir mübadiləsi edirəm. Hətta sizə deyim ki, onlardan da çox şey öyrənmişik. Yəni özümüzə də təcrübəmizi aşılayırıq. Və mən çox xoşbəxtəm bu Azərbaycanda bu ortamla, bu rəqabət balansından çox xoşbəxtəm. Şənay xanım, baxın siz qeyd etdiniz ki, sizin Birləşmiş Ərəb Əmirliyində də ofisiniz var, şirkətiniz var, Milanda da var, bir çox işlərin imzasını atmısınız. Bax o işlərdə Rafael bəy milli ruhda bir şeylər qatırmı, yoxsa sırf dünya bazarında daha çox tələbatı olan, daha çox sevilən o stilistikaya mı daha çox müraciət edir, yoxsa qatqınız varmı bizim milli ruhdan ora? Ümumiyyətcə Rafael bəy bizim milli ornamentlərə, milli ruha çox yüksək qiymət verir. Hətta işlərini izləsəz görərsiniz, Xarı Bülbüldən məscid projesi. Hər bir projesinin ideyasının başlanğıcı Azərbaycançılıqdır. Yəni buta formasında pak dizayn eləyib. Yəni bir çox ünsürlərdə Azərbaycançılığı təbliğ eləyir. Amma belə bir şey var ki, beynəlxalq arenada müştərinin sifarişinə əsasən, yəni biz çalışırıq. Məsələn, Birləşmiş Ərəb Əmirliyində daha üstünlük veririk modernə, çünki orada tələbat elədir. Bilirsiniz, İtaliya dünya memarlığının beşiyidir. Orada ornamentlər artıq formalaşıb, insanlar onu təsdiq eləyib. Yəni İtaliyada da fəaliyyət göstərəndə dediyim kimi müştərinin sifarişindən asılı olaraq yəni İtalyan memarlığına daha çox üstünlük veririk. Amma təbii ki, biz də istəyərik ki, yəni müştərilər artıq dünya müştəriləri bizim ornamentlərə üstünlük versin. O zaman yüksək səviyyədə təbliğ eləyərik. İnşallah uğurlarınız bol olsun. Bu qədər ağır iş rejimi, yəni zaman olaraq da yetişdirmək çətindir. Mən ümumiyyətlə sizin o iş prosesinizi gözümdə vizual olaraq hiss edəndə deyirəm, ay Allah, görürsə Şənay xanım necə hər şeyi çatdıra bilir. Bax, elə bir məqam olubmu ki, siz hər şeydən yorulmusunuz və artıq mən bu işə niyə başladım? Mən niyə ev xanımı yox, iş xanımı oldum və bu günlər yorulmuşam. Bu işi nə ata bilirəm, nə davam eləmək istəyirəm. Yəni belə bir məqamla üzləşmisinizmi? Şükür Allaha ki, hələ ki üzləşməmişəm. O nöqtəyə çatmamaq üçün əlimdən gələni eləyirəm. Məsələn, asudə vaxtlarımda hobbilərimlə məşğul oluram. Və dediyim kimi zamanı düzgün idarə eləyəndə, balansı düzgün qoyanda insan işdən zövq alır. Bir də biz burada gördüyümüz iş mənim stimul verici bir işdir. Yəni mənim sevdiyim bir işi görürəm. Hətta sizə deyim ki, bəzən çox yorulsam da belə nəticəyə baxanda xoşbəxt oluram. Unuduram, bütün yorğunluqlar unudulur. Yəni peşmançılıq hələ ki, yəni elə bir yorğunluq, peşmançılıq olmayıb. Düşünürəm ki, onun olmaması üçün də insan çalışmalıdır ki, o nöqtəyə gəlib çatmasın. Siz bir kəlmə işlətmişdiniz, biz danışanda telefonda da xatırlayıram onu. Dediniz ki, hər şey sevgi ilə olur. Sevgi olan yerdə hər şey gözəldir, həyat gözəldir, işimiz də gözəldir. Mən istəyirəm ki, o sevgi ilə bağlı da siz danışasınız. Bax, iş yoldaşısınız, bir yerdə çalışırsınız, işlərinizi görürsünüz. Həyat yoldaşınızla olan o sevgi
Yəni bu o sevgidən yaranan bir işdir məncə də. Bəli, Ki bəli, bir-birinizə bəli. bu qədər dəstək olmusunuz, bir-birinizə bu Bəli, bəli. qədər güvənmisiniz. Bir kişinin yaradıcı insan olduğunu nəzərə alaraq bir kişinin qadına bu qədər böyük bir işlərə etibar etməsi də Bəli. hər yəni kişi bunu etmir. Bax o hisslərinizi bölüşməyinizi istəyərdim. Bəli, bizim şirkətin əsas meyarı elə sevgimizdir. Yəni mən Rəfail bəyin həyat yoldaşıyam və o mənim üçün hər gün kəşf edə biləcəyim insandır və ona olan sevgim bizim işimizə də yansıyır. İşimizin hər nöqtəsində o sevgini hiss eləmək olar. Bunu bizim bütün müştərilər də söyləyir. Yəni mən düşünürəm ki, ailə biznesinin çox böyük üstünlüyü var. Hər bir sahədə inam, etibar ön planda olduğu kimi, yəni ailə biznesində də ön plandadır və bu həyat yoldaşı olanda bunun uğuru daha çoxdur. Ona görə siz dünya biznesinə baxsaz, dünya iqtisadiyyatına baxsaz, ən uğurlu bizneslər ailə biznesidir və mən düşünürəm ki, əgər həyat yoldaşı ilə xanım arasında sevgi varsa və iş münasibətləri uğurlu alınırsa, insanlar ailə biznesinə müraciət etməlidirlər. Şənay xanım, həqiqətən sizlə fəxr etdim doğrudan. Yəni bu səmimi etiraflarımdır. Bir xanımın belə güclü olması mən yəni sadəcə qürur duydum sizlə. Əminəm ki, bizi izləyən izləyicilər gənc sahibkarlar var. Gənc memarlarımız var. Bugün həddindən artıq siz özünüz də qeyd etdiniz ki, onlara tələbat çox olduğu üçün memarlığa, ona görə də bu hal-hazırdakı universitetlərimizdə də tələbələrimizin sayı çoxalıb. Bax o yeni başlayan tələbələrimizə, iş görmək istəyən sahibkarlarımıza nə məsləhət görərdiniz? İlk öncə onu məsləhət görərdim ki, sevdiyi işi sahə olaraq seçsinlər. Əgər bu işə sevgiləri varsa, yəni bu işə pul olaraq baxmasınlar. Yəni uğursuz sahibkarların əksəriyyətinin hekayəsini dinləyəndə baxırsan ki, işə sevgi yoxdur. Bir işə sevgi olanda o artır, böyüyür. Yəni insan istədiyi hər nöqtəyə çata bilər. Yəni biz Rəfail bəylə baxırıq, illər öncə İtaliya bizim üçün bir böyük bir hədəf idi. Yəni əlçatmaz bir zirvə idi. Yəni bugünkü gün biz ora çatmışıq. Məsəl üçün Birləşmiş Ərəb Əmirliyi həmçinin. Bu nöqtəyə çatmağımızın əsas səbəbi işimizə olan sevgidir. İlk öncə onu tövsiyə eləyərdim ki, sevdikləri işlə məşğul olsunlar. İkinci, davamiyyət, yəni davamlı işləmək, məsuliyyət, bu çox önəmlidir. Hər bir biznesin uğur səhifəsində məsuliyyət və davamiyyət olmalıdır. İnsanlar bəzən biraz uğursuzluğa düşən kimi iş sahəsini həmən dəyişirlər. Yəni və gedib sıfırdan başqa bir sektora keçirlər. Yəni bu da uğursuzluğa gətirib çıxarır. Bir də kadrların düzgün seçilməsi çox önəmlidir. Komanda işinin təşkil olunması çox önəmlidir. Yəni bir sahibkar mən məsələn deyə bilmərəm axı mən həm memarlığa diqqət göstərim, həm maliyyə işlərini də, həm marketinqi. Yəni bu çox çətindir bunu bir arada idarə eləmək. Düzdür, şirkətimiz ilk yarananda mən ən azı 5 kadrın yerinə çalışmışam. Biraz maliyyə əldə edəndən sonra başa düşdüm ki, bir inkişaf yolunu keçmək üçün mütləq komanda lazımdır və düzgün kadrları düzgün nöqtəyə yerləşdirmək, onlarla mütəşəkkil şəkildə çalışmaq lazımdır. Və bu yolu keçmək üçün də mütləq insan birinci özünü inkişaf elətdirməlidir, özünə sərmayə qoymalıdır. Yeni başlayanlar hər şeydən əvvəl çox yüksək bir şirkət istəyirlər, amma özlərinə baxanda özlərini inkişaf elətdirmirlər. Mən bu gün də demək olar ki, hazırlıqlara gedirəm, yeni təlimlərə qoşuluram, belə deyim də, təhsilimi artırıram. Öyrənməyin yaşı yoxdur. Öyrənməyin yaşı yoxdur, bəli. İnsan daimi inkişaf eləməlidir. Bir nöqtədə dayanmaq olmaz. Dünya çox sürətlə inkişaf eləyir, hər bir sahə çox sürətlə inkişaf edir və biz dünya ilə uzlaşmaq üçün özümüzü inkişaf elətdirməliyik. Gecə-gündüz demədən çalışmalıyıq və özümüzü həmin nöqtəyə çatdırmalıyıq ki, sonra bizim istedadımız bizə pul gətirsin. Yəni ilk öncə pulu düşünməməliyik, inkişafı, istedadı düşünməliyik. Ondan sonra onsuz da pul qaçılmazdır. Yəni düzgün çalışanda pul hər zaman gəlir. İndiki gənclərin bir fikri var, bir kəlməsi var daha doğrusu ifadəsi ki, artıq süni intellekt var. Heç mənim memar kimi mənə ehtiyac olmayacaq. Bəlli bir proqramlar var ki, yəni ölçüləri qeyd edirsən, sənə istənilən dizaynda, yəni onu əldə edə bilərlər evlərin təmir etmək üçün. Artıq bir neçə il sonra insan faktoruna ehtiyac qalmayacaq iş həyatında.
daha çox süni intellektlər, nə bilim, artıq bizim özümüz belə düşünmədən ChatGPT bizim fikirlərimizi yazır, suallarımızı yazır, hansısa çıxışımızı yazır. Yəni bununla bağlı nə deyə bilərsiniz? Bu sizi də bir iş həyatında olan xanım kimi qorxutmur ki bu anlar sizi? Mən düşünürəm ki, insan ağlını heç bir, yəni süni intellektlə düzəltmək olmaz. İnsan zövqünü, insan idrakını, yəni mən bu cəhətdən güvənirəm ki, yəni hər zaman zövqlü memarlar, elmli, intellektli insanlar hər zaman tələbatda olacaq. Amma məni hansı mövzular, yəni qorxudur deyərdim, yəni az mənada. Məsələn, insanlar düzgün seçim eləyə bilmirlər. Məsələn, bir proqramistə evinə etibar eləyir ki, məsələn, bir proqramist proqramda onun evini 3D görüntü versin. Amma bu işin əsas meyarı funksionallıqdır, memari baxışdır. Yəni biz o baxışı nə proqramla, nə süni intellektlə yarada bilmərik. Və mən düşünürəm ki, bir çox sahələr ola bilər qısa limitli olsun, yəni azalsın. Ola bilər, yəni zaman keçdikcə bu inkişaf tempi ilə getdikcə ola bilər. Amma insan idrakını yaratmaq, insan zövqünü və insan elmini süni intellektə keçirmək mənə görə mümkünsüzdür. Eşidirsiniz gənclər, dinləyin. Peşəkar danışır. Bir də bir şey deyim sizə ki, bax bəzi interyer dizaynerlər var ki, dizayn edir, qiyməti də aşağı təklif edir müştəriyə və etdiyi dizaynda siz dediyiniz o məqamlara toxunacağam ki, funksionallıq yox, yəni yerləşmə, yəni yox, ancaq yumşaq mebelləri düzürlər və istifadə etdikləri işıqlar, nə bilim divardakı o lepkaların ölçüləri heç biri uyğun gəlmir. Müştəri götürür əlinə həmən o etdiyi dizayn, 3D-də etdiyi dizaynı, amma nəticə yox, usta onu işləyə bilmir və usta ilə müştəri arasında bəlli bir mübahisə başlayır, amma usta ona izah eləyə bilmir ki, sənin dizaynerin bunu doğru etmir. Bəli, düz vurursunuz. Yəni o məqama bax bu gənclər diqqət etsinlərmi? Bax o müştərini aldatmaq çıxır bir növ. Bəli, Yalnız görünüş, amma funksionallıq yox, düzgün ölçü verilmə yox. Bununla bağlı da sizdən fikir alardıq bir peşəkar kimi. Bizim müştəri bazamıza baxanda baxıram ki, peşman olan müştəri çoxdur. Nə mənada? Yəni başqa bir insana müraciət eləyiblər. Siz deyən kimi böyük pullar xərclənib, amma ortada yəni istədiyi yoxdur və geri dönüb bizə. Mənim fikrimcə hər bir sahədə, istər həkimlik olsun, istər müəllimlik olsun, peşəkar olduğu kimi memarlıq sahəsində də peşəkarlıq çox önəmlidir. Və bu interyer dizayn hazırda çıxıb, yəni o biraz spesifik sahədir. Bəli. Düşünürəm ki, hər şeyin başlanğıcı memarlıqdır. Yəni ki, düzgün bölgü, havanın düzgün sirkulyasiyası, işığın düzgün düşmə bucağını tapmaq. Ən əsası odur ki, müştərini zövqünü başa düşüb psixoloji cəhətdən onu işə yansıtmaq. Əsas məqam budur. Yəni ola bilər ucuz iş görə bilərlər, ola bilər təkrar belə deyim də götürüb Pinterestdən və ya bir çox proqramlardan nə isə təkrar verə bilərlər. Amma orada elə məqamlar var ki, mütləq orada mütəxəssis baxışı lazımdır. Məsəl üçün siz bir işıq düşməyən divara tünd rəng verə bilərsiniz. Sizin gördüyünüz şəkildən çox fərqli alına bilər. Baxarsınız, deyirsiniz bu tündlük nədədir? Amma siz işığın düşmə bucağını bilməsəz, o səhvə yol verə bilərsiniz. Bu məqamda mən istəyərdim ki, ən azından ola bilər rəngdir filan da onu sonra eləmək olar. İlkin meyar olaraq bir memari baxışa mütləq yəni evi etibar eləsinlər. Daha sonra interyer dizayn, rəssam dizayner də o arxa planda gələn. Əsas plan düzgün Bəli, əsas funksionallıqdır, bəli. Çox təşəkkür edirəm. O qədər maraqlı danışırsınız ki, istəmirəm bu veriliş bitsin doğrudan. Özümün də suallarım var. Bəzi mənim üçün də maraqlı bir sahədir. Bir yaradıcı insan olaraq hələ də özümü tapa bilmirəm. Düşünürəm ki, mən neyniyim? Bir gün rəsm müəlliməsi oluram, bir gün o aparıcı oluram. Mən bu şəkildə hətta interyer dizayner olaraq da bir şirkətdə çalışdığım dönəm də olub. Bir 3 illik təcrübəm var. Maraqlı sahədir. Sizə uğurlar arzulayıram, amma mən istəyirəm ki, sonuncu bir sualımı verim sizə. Şənay xanımın uğur kodeksi nədir? Davamiyyət, davamlı çalışmaq və əsas məqsədlərini, hədəflərini özü üçün dərk eləmək. Məncə mənim uğur kodum budur. Şənay xanım, və sonda əlbəttə ki, biz biraz tərif istəyirik. Və sonda bizim verilişimizlə bağlı təəssüratlarınız. Bəli.
Bilirsiniz, sizin veriliş tipajında bir çox verilişlər var. Mən niyə sizi seçmişəm və niyə sizə etibar eləmişəm? Çünki həqiqətən səmimi bir ortamdır və çox keyfiyyətli komandanız var. Sizin hər şeydən əvvəl özünüz çox səmimisiniz və düzgün biznes adamların, belə deyim, sahibkar insanları, yəni təsadüfi sahibkarları yox, real sıfırdan öz üzərində, ayaqları üzərində duran, öz işini sevən insanları işıqlandırırsınız. Bu səbəbdən də mən buradayam və sizə uğurlar arzulayıram. Mən sizin verilişin çox böyüyəcəyini, hətta dünya səviyyəsində tanınacağına inanıram. Yəni ki, çox düzgün, fərqli və içdən bir verilişdir. Çox təşəkkür edirəm xoş sözləriniz üçün. Mən çox sevindim ki, bəyəndiniz. Sizi tanımağıma çox şadam. Qiyabi tanışırdıq, amma yəni əyani olaraq da bu gün qarşımızda qarşı-qarşı oturmuşuq. Bu mənim üçün böyük bir qürur hissidir. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. Hər zaman sevəsiz, yaradasınız. Biz də sizi izləyək, fəxr edək bir vətəndaş olaraq, eyni ölkənin vətəndaşı olaraq. Sağ olun. Sağ olun. Gələn görüşlərə də. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Bugün çox maraqlı bir qonağımız var idi. İzləməyi unutmayın və əminəm ki, bugün çox maarifləndirici fikirlərlə öz həyatınıza rəng qatacaqsınız. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.